Danışıqlara diplomat yerinə raket göndərin. Pakistan bir yandan Amerika ilə İran arasında vəziyyəti bərpa eləmək və münasibətləri normallaşdırmağa çağırır. Digər tərəfdən İranlı deputat isə dava deyir. Deyir ki, diplomat yerinə raket göndərin ki, Amerika vəziyyəti anlasın. Görək anlayacaqmı? Gündəm xəbərin efirində 22 may tarixidir və məlumatımız isə belədir. Böyük şeytan Amerika ilə danışıqlara diplomatlar əvəzinə raketlər göndərin ki, işin nə yerdə olduğunu başa düşsünlər. Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rizai bildirib. Xarici İşlər Nazirliyinin diplomatına sanksiya tətbiq etmək diplomatiyanı boykot etmək deməkdir. Bu danışıqlarda ehtimal ki, bir aldatmadır və Amerikalılar diplomatiya ilə maraqlanmırlar deyə deputat bildirib. Daha əvvəl İran Respublikasının Xarici İşlər Nazirliyi ölkənin Livandakı səfiri Məhəmməd Rıza Rauf Şeybaniyə qarşı Amerikanın sanksiyalarını qanunsuz və əsassız adlandırmış və bunu Amerikanın hakim orqanının beynəlxalq hüququn mübahisəsiz prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə məhəl qoymaması kimi xarakterizə eləyib. Baxaq görək bu deputatın çıxışına qarşılıq Amerikadan hansısa bir cavab gələcəkmi?